Şahnaz muğamı xırdalıqlardan ibarətdir. Onu da uşaq vaxtından öyrənmək lazımdır. O boğazda onu işlətmək lazımdır ki, yəni o xırdalığı vurasan. Yəni düz yolla bəlkə də oxuya bilər, amma mən sənin efirində elə cavablandırdım. Manaf amma inciyib bəzi Amma adamlar. mən bir söz deyə bilərəm. Əgər istəsə, Təyyar müəllim, salamlayırıq buradan gözəl sənətçilərimizi. Bu neçə ayda o örgədib, gətirib efirdə özü ilə bərabər Nəfəs xanımı deyər ki, bu insanlar ki, bu qalmaqalı salmışsan ortaya Şahnaz muğamın, hamı yaddan çıxmış deyə bil, yada saldın. İndi ay Nəfəs, o insanlara özünü görsət, bu Şahnaz muğamın bir pillə, bir pərdə aşağıdan oxu. Bəs hardadır bu Şahnaz muğam? Şahnazı itiriblər, tapa bilməyirlər. Allah haqqı. Bu Nəfəs xanım atdı ortaya, hamı bunu oxuyur. Nəfəs heç oxumur öz keyfində, öz toyunda. Yəni Nəfəsin heç vecinə deyir ki, o Şahnaz muğamı mən oxuyacam, ya nə bilim oxumayacam. Boş-boşuna Nəfəsin reklamı getdi. Boş-boşuna reklam getdi. Əyləşin onda Kürdəmirdən zəngimiz var. Pis olanda yazıq Manaf oldu. Əyləşin Kürdəmirdən zəngimiz var.